Lazımdırmı bugün? Bu qədər mi aktualdır? Bunu tezliklə müəyyən eləmək olur ki, yox, bu lazımsız bir şeylərdir, bəhslərdir. Bir alim deyirdi ki, bir insan bir aptekə girirsə, bütün dərmanları qəbul edə bilməz. Sən ona lazım olanı qəbul eləməlidir. O mənada deyil ki, dinin o hökmləri ümumiyyətlə lazımsızdır. Dində lazımsız hökm yoxdur. Amma müəyyən eləmək lazımdır ki, bu gün nə tələb olunur? Söhbət ondan gedir. Bu əsas məsələdir. Bugün bununla üzərində düşünüb yeni yanaşmalar ortaya qoyulmalıdır. Çox görüləsi işlər var bu istiqamətdə. İnanclı insanların inkişafının yolları təyin olunmalıdır, müəyyən olunmalıdır, müzakirə olunmalıdır. Bugünün din adından keçirilən əxlaq dərsləri ilə